Bir məsələ heç vaxt danışmamışam, bunu deyəcəm sizə. Mən gəldim, o növbəni keçdim. Qapının önündə gördüm bir də polis dayanıb. Həmin polisin adı Akşın idi. Akşını salamlayıram buradan. Bizim müalicə xidmətində çalışırdı. Bəli. Uşaqlıqdan da hər zaman mənə deyirlər, elə baxmadı, gözlərim iridir, elə deyirlər. Mən hiss eləmirəm bunu. Mən yadıma Bu nitq nümunəsində də deyə parazit səslər tez-tez olmasa belə müəyyən aralıqlarla eşidilir, təkrarlanır. Dənə ifadəsini insanlar üçün istifadə eləməyimiz düzgün deyil. Bir dənə polis yox, bir nəfər polis ya da bir polis dayanmışdı deməli idi. Hər zaman da yuxarı sinifdən biz uşaqlar balaca olanda, biz çox balaca olanda yuxarıda sinifdə uşaqlardan biri hər zaman gəlirdi. Deyirdi ki, bunun gözlərinə, yəni bax, mən balacaydım, mən onda da elə saçımı keçi yığırdım. Siz təsəvvür edin ki, insanın demək ki, cizgilər dəyişmir. O məni tanıdı, mən də onu tanıdım, bizim məktəbdə oxumuş, amma daha çox yüksək siniflərdə oxuyurdu. Elə oldu ki, mən dedi, burada nə edirsən? Dedim, bəs Daha çox yüksək siniflərdə oxuyurdu. Fikrin yanlış ifadəsi, yəni leksik normanın pozulması.